Choose the correct interrogative sentences. Düzgün sual cümlələrini seçin. Where does she live now? O indi harda yaşayır? Burada bizim mübtədamız she olduğu üçün does köməkçi feilindən istifadə olunması və live əsas feilində məsdər versiyada yazılmasını düzgün götürürük. İkincidə what time do your brother goes to school? Your brother üçüncü şəxsin tək olduğu üçün biz do əvəzinə does istifadə etməliydik və eləcə də feildəki iz düşməliydi deyə ikinci cümlə səhvdir. Üçüncü cümlədə did they visited the museum last week? Əgər did yazmışıqsa vizitdəki idi düşməli idi. Çünki 2-dən keçmiş sadə ard-arda, yəni köməkçi feilin əsas feilin keçmiş sadə ard-arda yazılması səhvdir. 4-də why are you late for class? Sən nə üçün dərsə gecikirsən? Həm söz sırası, həm mübtəda xəbər uzlaşması düzdür deyə 4-də düzdür. 5-də how many books does he have? Onun neçə kitabı var? How many-dən sonra cəm ismin olması, he də üçüncü şəxsin tək olduğu üçün does köməkçi feilinə verilməsi düzgün götürülür. Doğru cavabımız 1, 4, 5 B variantında qeyd olunmuşdur.